Xeyirli olsun bir daha. Bizim cam aşkın hissəmiz. Paltar yanda. Balaca bir marka olacaq. Bizim evin əsas giriş hissəsidir. Üstdən daxil oldum. İstilən döşəmə və hər birində beton sensorları və hava sensorları olacaq. Bizim istilən döşəmə kollektorı həm motor qrupdan istifadə olunur, həm də akvatorlardan və sayğaclı kollektorlarımız. Hər bir də yüksək keyfiyyətli həm borlardan, həm kollektorlardan istifadə olunur. Giririk mənzilin sol hissəsi. Sol hissəsində digər bir paylayıcı qrupumuz. Onlar da sayğaclıdır. Yəni öz dilimizdə desək, bunlar sayğaclı kollektorlardır. Keçirik sol hissədən mətbəx hissəsinə. Hər bir istilən döşəmənin yer daçıqları, beton sensorları və hava sensoru. Keçirik sol hissədə ümumi hamam otağı, moydadır, duş zonası və instalyasiyamız və ümumi sürətlərimiz. Keçirik digər otaqda, uşaq otağında. Biraz dağınıqdır. Hamam otağıdır. Burada da hamamın öz daçıqları, instalyasiyamız, moydadır və vanna hissəsi. Vanna hissəsində biraz hündürlük olduğuna görə bu hissədə istilən döşəməyə ehtiyac qalmadı. Və duş zonası, duş kabini. Hər birində oturacağında, baxın bir formada isti oturacaq var. Ola bilər video biraz uzun olsun. Baxanda da bəyənin. O bəzi insanlar kimi baxır, bəyənmə əvəzinə biri super yazanda deyir, dalıca yazır, nəyi superdir. Gördüyümüz işləri çəkib paylaşırıq ki, bəlkə bundan maariflənan olur. Və bizim digər valideyn otağında moydadır hissəsidir. Duş kabinimiz, instalyasiya və vanna hissəsi. Burada da vannanın yeridən olacaq simsiteli qarışdırıcısı. Bu formada Allah olmayanlara qismət eləsin, xeyirli olsun bir daha. Baxdıqsa bəyənin, bəyənməyi də unutmayın.